Salam, deməli artıq biz keçən videoda funksiyanın qrafikinin verilmə üsulları ilə tanış olmuşduq. Bu videoda isə funksiyanın qrafikinin tərifini verəcəyik riyazi olaraq və bundan sonra onun üzərində necə çevrilmələr aparacağımızı görəcəyik. Yəni deyək ki, məsələn bizə bir funksiya verilib və bu funksiyanın qrafiki bizə məlumdur. Bundan sonra biz funksiyanın üzərində necə dəyişikliklər etməliyik ki, funksiyanın qrafiki bütünüylə y oxunda yuxarı qalıqsın, aşağı ensin, x-də sağa sola süzülsün və yaxud simmetriyalar alınsın. Bunların hamısını bu videoda deməli göstərəcəyik. İlk olaraq funksiyanın riyazi tərifini verək. Daha doğrusu funksiyanın qrafikinin riyazi tərifini verək. Tərif belədir. Koordinat müstəvisində absisləri deməli funksiyanın arqumentlərinə, ordinatları isə funksiyanın uyğun qiymətlərinə bərabər olan nöqtələr çoxluğunun deməli nöqtələr çoxluğuna biz funksiyanın qrafiki deyirik. Bu nə deməkdir? Məsələn, bir ədəd koordinat müstəvisi götürək. Koordinat müstəvisinin x oxuna biz deməli koordinat müstəvisinin absis oxu deyirik, y-ə isə ordinat oxu deyirik. Müvafiq olaraq x nöqtələrinə, nöqtənin x nöqtələrinə, məsələn burada deyək ki, M nöqtəsi verilib. X nöqtəsinə onun absisi, y nöqtəsinə isə onun ordinatı deyirik. İndi deyək ki, bizə bir ədəd, məsələn, funksiya verilib, onun qrafikini tərif əsasən çəkmək istəyirik. Məsələn, y bərabərdir x. Bu funksiyada x nədirsə də y-də eyni qiymətlər alacaq. Yəni, məsələn, deyək ki, burada 1-dir, burada da 1 olacaq, burada 2-dir, burada da 2 olacaq. Eyni ilə bunun ara dəyərləri üçün də eyni deməli qiymətləri y alacaq. Məsələn, 1 oldu, burada da 2 oldu, burada da minus 1, minus 2. Eyni ilə ara dəyərlərdə də yenə belə nöqtələr alınacaq. Və bu nöqtələri biz birləşdirdikdə bu mərkəzdən keçməlidir. Deməli, biz bu nöqtələri birləşdirdikdə artıq funksiyanın qrafikini almış oluruq. Eyni ilə funksiyanın qrafikinin fərqli, ancaq ekvivalent bir tərifi də var. Riyazi olaraq, daha doğrusu qısa yazılışı var. Deməli, bu ekvivalent yazılış belədir. Bir ədəd qama yazılır. Qama f bərabərdir x, y nöqtələri çoxluğu, hansı ki x aiddir df-ə. Burada df funksiyanın təyin oblastıdır və bu bizim funksiyanın qrafikinin deməli riyazi olaraq yazılışıdır. İndi gəlin çevrilmələrə keçək. İlk öncə ən asan çevrilmə olan çevirməyə nəzər yetirək. Məsələn, y bərabərdir fx funksiyası deyək ki, bizə verilib. Və fx bərabərdir x kvadratına. Biz fx funksiyasının qrafikini deməli bilirik və bizdən tələb olunur ki, y bərabərdir f(x plus a) deməli funksiyasının qrafikini çəkək. Burada qeyd edeyim ki, a həqiqi ədədlər çoxluğuna daxil olan hər hansı bir sabit ədəddir. Bu funksiyanın qrafikini çəkməkdən ötürü biz artıq yenidən tək-tək nöqtələri deməli işarələyib onları birləşdirmək yerinə birinci funksiyanın qrafikindən istifadə edə bilərik. Məsələn, çəkək indi y bərabərdir x kvadrat funksiyasının qrafikini. Bu qrafik x oxunu deməli sıfırda kəsir. Sıfır qoysaq aydındır ki, y-də sıfır olar. X plus a isə nə deməkdir? F-in içərisində verildikdə onu da qeyd edeyim ki, harada x görürsünüz, onun yerinə x plus a yazırsınız. Məsələn, burada f(x) bərabərdir x kvadratı, deməli y bərabərdir x plus a-nı yazmaq istədikdə x plus a-nın kvadratı yazacaq. Deməli, biz indi a-ya bir qiymət verək. Məsələn, a olsun 2. A bərabərdir 2. A 2 olduqda, yəni x plus 2-nin kvadratı funksiyasının deməli qrafikini çəkməkdən ötürü biz a qədər sola süzdürürük qrafiki. Bəs niyə? Belə düşünün. X-i deməli x oxunu kəsən nöqtə bizdə x arqumenti 0-a bərabər olmalıydı. Yəni 0 olduqda y 0 olurdu. Bəs indi y 0 eləyən nöqtə hansıdır? Bizdə müsbət 2 olduğuna görə x arqumenti minus 2 olmalıdır. Minus 2 olduqda minus 2 plus 2 bizə deməli 0 verər, 0-ın kvadratı da 0 olar. Yəni bu deməkdir ki, bizim artıq qrafikimiz y bərabərdir x kvadratı.
Burada ise minus 2 olsun. Belə bir deməli qrafik olacaq. Burada yazaq y bərabərdir. Deməli x plus 2'nin kvadratı qrafiki. Bəs burada minus olsa nə olacaq? Minus olsa a2 bərabərdir. Minus 2 deyək. Bu zaman funksiyanın qrafiki aydındır ki, sağa tərəf sürtəcək. Nə tərif? Mesela burada 2 olsun. Burada plus 2 yerine deməli minus 2 olsa, burada x 2 qiymətini almalıdır ki y 0 olsun. Deməli bu zaman funksiyanın qrafiki belə olacaq. Yəni y bərabərdir x minus 2'nin kvadratı qrafiki deməli belə oldu. Yəni yadınızda saxlayın ki, eğer funksiya verilmiş funksiyanın içərisindəki x arqumentinin üzərinə, bütün x arqumentlərin üzərinə a sabiti gəldikdə, həmin funksiyanın qrafiki sola tərəf sürtür. A mənfi olduqda isə sağa tərəf sürtür. Bu qaydanı yadınızda deməli saxlayın. Bu ilk qaydamız. Deyək ki, fx plus a yox, fx'in üzərinə a gəlir. Bəs bunda nə olacaq? Yəni deyək ki, x kvadratlı yenə x kvadratı y bərabərdir x kvadratı plus a funksiyasının qrafikini bizdən çəkilməsini tələb edirlər. Yenidən deməli boydan üstəmizini çəkirik. Bu zaman yenə deməli y bərabərdir x kvadrat funksiyası belə olur qrafiki. Bizdə indi x kvadrat plus a-nı tələb edirlər. Yəni burada a deyək sıfırdan böyükdür. A sıfırdan böyük olduqda, bərabər olduqda aydındır ki x kvadrat olur. Yəni buradan bir keçir mərkəzdən. Deməli müsbət olduqda bu da biz yuxarı qaldırırıq. Niyə? Məsələn x 0 olsun. X 0 olduqda aydındır ki y bərabərdir 0 olacaq. Yəni y də sıfırdan keçəcək. Ancaq burada y bərabərdir 0 plus a olar. Yəni y deməli qiyməti a qədər artar. Bu da deməkdir ki, funksiyanın qrafiki a qədər yuxarı qalxacaq. Yəni belə bir qrafik olacaq. Y bərabərdir x kvadrat plus a. Bu nöqtə də bizim a nöqtəmiz olacaq. Əgər a mənfidirsə də, yəni a sıfırdan kiçikdirsə də, bu zaman qrafik aşağı sürtəcək və həmin a nöqtəsindən, yəni mənfi a nöqtəsindən keçmiş olacaq. Yəni yazınızda saxlayın ki, əgər fx qiymətinin, yəni y-in üzərinə a gəliriksə, yəni x-in içərisində deyil, burada diqqət yetirin. Bu zaman funksiya a müsbət olduqda istənilən funksiya koordinat müstəvisi üzərində yuxarı qalxır. Deməli minus a olduqda isə minus a qədər aşağı düşür. Bir digər çevirməmiz belə olsun. Y bərabərdir f minus x. Mesela deyək ki, bizə bir ədəd funksiya verilir. Mesela funksiyanın qrafiki verilir və bunu çəkməyi bizdən tələb edirlər. X, y. Deyək ki, funksiyamızın qrafiki nətər olsun? Mesela olsun belə bir funksiya olsun. Məsələn. Burada bizdən bu funksiyanın x-ləri mənfi olan funksiyanın qrafikini istəyirlər. Bu zaman aydındır ki, harda x mənfidirsə müsbət olur, harda müsbətdirsə mənfi olur. Yəni mesela burada 1'dir. Gördüyünüz kimi bu nöqtə 1'dən məsələ olur. Burada artıq 1 olur, minus 1 olur. Yəni bunu biz simmetrik olaraq çeviririk. Deməli bu funksiyanın qrafiki y oxuna nəzərən, yəni orada oxuna nəzərən simmetrik olacaq. Yəni belə bir funksiya olacaq. Deməli buradan belə gətirək. Eyni funksiyanın deməli əks olunmuş bizə verəcək. Yəni hər hansı bir funksiya əgər o y oxu üzərində simmetrik çevirmək istəyiriksə, bu zaman bütün x-lərin yerinə minus yazmamız deməli kifayətdir. Bu dəfə deyək ki, y bərabərdir minus fx. Deməli funksiyasını bizdən qrafikini istəyirlər. Fx funksiyamızda olsun fx olsun x-in kvadratı. Burada parabol üzərində asan göründüyünə görə parabolu çox verirəm. Ancaq bütün funksiyalar üçün bu deməli keçərlidir. Olsun x, burada olsun y.
Deməli, parabolun qrafiki biz demişdik ki, belə bir əyridir. Yəni, x kvadratının qrafiki. Bu zaman bizə minus fx istəyir. Yəni, fx yerine y yazaq, y bərabərdir. Deməli, minus x kvadratı funksiyasının qrafikini istəyir. Bu zaman diqqət yetirin. Y-lər harada müsbətsə də mənfi olacaq, mənfisə də müsbət olacaq. Burada da bütün gördüyünüz kimi y-lər müsbətdir. Yəni, oxun üzəri hissəsində, yuxarı hissəsində göstərilir. Deməli, biz bu qrafiki x-ə nəzərən simmetrik çevirəcəyik. Yəni, bütün y-lər aşağıya çevrilecek. Yəni, bunun qrafiki belə bir qrafik olacaq. Yəni, biz əgər hər hansı bir funksiyanın qrafikini o x oxuna nəzərən simmetrik çevirmək istəyiriksə də, istəyir aşağı olsun, istəyir yuxarı, məsələn aşağıdasa yuxarı, yuxarıdasa aşağı çevriləcək. Bu zaman biz deməli bu çevrilmədən istifadə edirik. İndi bir digər çevrilməmiz belə olsun, y bərabərdir modulda fx çevrilməsini bizdən deməli tələb eləsinlər. Bu nə demək? Bu deməkdir ki, y qiymətləri heç bir zaman mənfi olmayacaq. Yenə qrafik üzərində göstərək. Məsələn, fx funksiyası nə olsun? Məsələn, fx funksiyası olsun belə. Tangensə biraz bənzər olsun. Bu zaman demişdik ki, y qiymətlərinin heç biri mənfi olmayacaq. Mənfi olmayacaq, yəni burada gördüyünüz kimi bütün bu hissədə, bax buradan bile aşağıda y mənfi qiymətlər alır. Burada bütün mənfidir. Yəni bunu artıq biz yuxarıya doğru çevirəcəyik. Yəni qrafikimiz belə olacaq. Bu olduğu kimi, bu tərəf olduğu kimi qalacaq. Bunun səbəbi burada artıq y-lərin hamısı onsuz da müsbətdir. Burada mənfidir. Mənfilər sadəcə deməli yuxarıya çeviririk. Yəni bu nə deməkdir? O x oxunun aşağıdakı bütün hissələri biz y oxunun yuxarı hissəsini daşımaq istəsək, belə bir deməli çevrilmə apara bilərik. Məsələn, biraz fərqli funksiya olsun. Məsələn, olsun belə bir funksiya olsun. Böyle toxunsun, buradan da belə yuxarı qalxsın. Bunu əgər biz fx funksiyasının içərisinə qoysaq, yəni modulun içərisinə qoysaq, o halda bu mənfilər yuxarıdan belə bir şey alınacaq və funksiyanın qrafikinin alt hissəsi silinəcək. Yəni funksiyanın qrafiki bu hala çevriləcək. Burada y, burada x olduğu aydındır. Bəs deyək ki, fx funksiyasının deməli xaricində yox, x-in özü olsun. Yəni məsələn f bərabərdir. F mötərizə içərisində modulda x bizə verilir. Bu zaman x qiymətləri artıq deməli mənfi ola bilməz. Deməli qrafikimizi çəkək. Grafikimiz olsun y bərabərdir kölükdə x plus bir qrafiki. Əvvəlcə grafikimizin özü çəkək. Deməli burada olacaq -1, burada olacaq 1 və belə bir funksiya deməli qrafiki olacaq. Və bizdən f modulda x tələb edirlər. Yəni y bərabərdir kök altında modulda x plus 1-i tələb edirlər. Bu zaman x-in aldığı qiymətlər gördüyünüz kimi minussa da deməli plus olur, plussa da yenə plus olur. Belə bir funksiyanın qrafikini çəkmək istədikdə funksiyanın y oxunun sağ hissəsində qalan hissəsini biz sol tərəfə çeviririk. Necə çeviririk? Məsələn, bu bizim normal bildiyimiz deməli y bərabərdir fx funksiyasıdır. Y bərabərdir f modulda x funksiyası isə bunu siləcək, bu hissəsi silinəcək və bunu simmetrik olaraq çevirəcək. Yəni belə bir deməli qrafik olacaq. Çevirmə də belə. Başqa belə bir çevirməyə baxaq. Y bərabərdir. Məsələn, a olsun, fx olsun. Burada qeyd edeyim ki, a müsbət həqiqi ədədlərə daxildir. Niyə müsbət həqiqi? Və a bərabərdir 0-a və a bərabərdir 1-ə. Niyə? Ona görə ki, əgər mənfi olsa burada, mənfi olduqda əvvəlki deməli çevirməyə qayıdarıq. Yəni burada belə fikirləşin, a 1-dir, -1-ə vurduqda minus fx olacaq. Buna görə də biz müsbət götürəcəyik. Fərqli bir çevrilmə növü olsun deyə. Deməli, məsələ burada olsun a vuraq fx. Bir ədəd də belə bir bizə funksiyanın qrafiki verilmişdir.
funksiyanın grafikini a eğer 0 ile 1 arasındadırsa da 0-1 intervalına daxildirsə də bu zaman bu funksiyanın grafiki y oxu boyunca o x-ə sıxılır. Necə sıxılır? Yəni məsələ a qədər, yəni bunu məsələ deyək ki, a 0 ilə 1 arasındadır. Bu halda bunun deməli qrafiki belə olacaq. Gördüyünüz kimi funksiyanın grafiki o x-ə sıxıldı. Və nə qədər sıxıldı? A qədər sıxıldı. Bəs deyək ki, a 0-dan böyükdür. Bu halda nə baş verir? 0-dan böyük olduqda o y boyunca dartılır. Yəni grafikimiz bu halda deməli belə olacaq. O y qədər dartılacaq. Yəni məsələ belə bir şey olacaq. Yəni funksiyamızın grafiki belə olacaq. Təpələr və çöküşlər gördüyünüz kimi daha bəlirgin hala deməli gəldi. İndi sonuncu çevirməmizi keçək. Y bərabərdir f x vuraq a. Grafikimizi seçək. Əvvəlki grafiklə yeni grafik seçəcəm. Çünki onun araşdırılması adi şəkildə görülür çevirmədən. Burada deyək ki, a yenə 0 ilə 1 arasında. 0 ilə 1 arasında olduqda nə olacaq? Funksiyanı iki ucuna tutub x-ə nəzərən dartacaq. Yəni dartdıqda necə olacaq? Deməli bu funksiyanın qrafiki artıq belə bir şey olacaq təqribən. Belə gələcək. Buradan da belə. Gördüyünüz kimi bu təpələr, yəni təpənin tutduğu yer əvvəllər buradan buyurdu. İndi buradan təqribən buralara qədər oldu. Yəni getdikcə iki tərəfdən də uzandı. Burada da eyni ilə eyni şey oldu. Bəs bizim x-imiz 0 ilə 1 intervalında döysə, yəni 1-dən böyükdürsə da nə baş verəcək? Əgər 1-dən böyükdürsə da bu dəfə də sıxacaq. X oxuna nəzərən sıxacaq. Yəni funksiyanın qrafiki belə idisə də olacaq təqribən belə bir şey. Yəni gördüyünüz kimi burada təpələr daha kiçik segmentlərə sıxıldı. İndi gəlin bütün bir çevrilmələrin hamısının birləşdiyi bir misala baxaq. Belə bir misal niyə lazımdır? Ona görə ki, çevrilmələr sırası ilə aparılmalıdır. Sıra ilə aparılmadıqda səhv qrafik ala bilərsiniz. Məsələn, deyək ki, funksiyamız belə bir üstünlüyə verir. Yəni bütün çevrilmələr var. Y bərabərdir a vurulsun, f, b vurulsun, x çıxaq, c, üstə gəlinsin məsələ d. Bu halda hansı sırayı deməli etməliyik? Sıralama belə olacaq. Əvvəlcə mötərizənin içərisinə baxacaq. Bundan sonra biraz kənara çıxacaq. Bundan sonra a'yı vuracaq. Bundan sonra isə d'ni deməli çevrilməmizə daxil edəcəyik. Sıralama heç bir zaman dəyişməməlidir. Belə bir sıralama aparılmalıdır. Məsələn, deyək ki, bizim funksiyamızdan olsun y bərabərdir minus 2. Burada minus 2 olsun. Vuraq. F'imiz olsun x çıxılsın 3. Üstə gəlsin 4. Mesela belə bir funksiyanın qrafik çəkir. Burada kvadrat olsun. Burada bizim fx funksiyamız nədir? Y bərabərdir fx funksiyamız deməli bərabərdir x-in kvadratına. Yəni yenə deməli parabol olacaq funksiyanın qrafiki. Əvvəlcə fx funksiyasını çəkirik. Yəni fx funksiyasının özünü çəkirik. Fx funksiyasının özünü çəkdikdə belə bir funksiya alınır. Bundan sonra içərisindəki çevirməni aparırıq. X çıxaq 3 nə demək idi? X çıxaq 3 o demək idi ki, x-i 3-də kəsəcək. 3-də kəsişməyi nə deməkdir? Parabolu sağa sürtüləcək. Yəni parabol buradan yox, 3-dən keçəcək. Yəni bura 3 olsun. Belə olacaq. Bundan sonra parabolu 2-yə vuracaq. Bu nə deməkdir? Bu deməkdir ki, parabolu 2 qolundan sıxacaq. 2 qolundan sıxacaq. 2 qolundan sıxmaqdan ötürü deməli, neyinəcək? X2 qolundan çox geniş idi. İndi belə bir deməli, parabol olacaq.
Bundan sonra bunu minusa vuracaq. Minusa vurmaq nə demək idi? X-ə görə simmetriya demək idi. Yəni əslində tərsinə çevirmək demək idi. Bu zaman deməli bizim qrafikimiz belə bir hal alacaq. Bundan sonra isə ən son deməli sürüşdürməyə edəcəyik. Yəni plus 4. Plus 4 nə demək idi? Bütün qrafiki 4 yuxarı qaldıracaq. Yəni 4. Deməli bizim funksiyamızın yekun qrafiki bu qrafik olacaq. Yəni sıralama bu sıralama ilə gedilir. Heç bir zaman dəyişmir. Eyni üsulla burada f fərqli kvadrat olmasın, fərqli bir funksiya olsun, fərqi yoxdur. Eyni şeyi deməli eyni sıralamayı, ardıcılığı deməli takip edəcəksiniz və nəticədə qrafikiniz alınacaq. Bugünlük bu qədər. Sağ olun. Gələn videoya gedək.